Salam değerli şagirdler ve abituriyentler. Bildiğimiz gibi bugün 1 Mart tarihinde OTK sınav imtihanı geçirdi. Öyle mi? Bundan önceki videoda biz onun dil qaydalarına aid olan sualların izahını yerləşdirdik. İndi isə gəlin baxaq mətnlərə. Bu tiplə izahlan tez-tez gəlməyini istəyiriksə dəstək olmaq üçün abunə olmağı və videolarımızı paylaşmağı unutmayın. İndi isə gəlin baxaq mətnə. İlk olaraq neyək mətni oxuyaq gəlin. İnsan təbiətinə hələ də dərmanı tapılmayan bir xəstəlik xasdır. Bu xəstəliyin adı lovğalıq ya da şöhrətpərəstlikdir. Özünü təhsilə vaxt ayıran insanlar kölgədə çox qalmır və ambisiyalardan uzaq olurlar. Onların mükəmməlliyə can atmaları irəli getmələrinə güclü təkan verir. Yollarının üzərindəki bütün maneələri aşaraq zirvələrə yüksəlir və sonunda səylərini fürsətə çevirəcək bir situasiya ilə qarşılaşırlar. Bugün dəyişikliyə uğramış dünyada iqtisadi şərtlər də sabit qalmayıb. Güvənli həyat tərzini saxlamaq üçün insanlar yeni qazanc yerləri axtarırlar. Lakin bir çox sənaye və biznes sahəsi universitetlərdə tədris olunmayan xüsusi bilik tələb edir. Əgər siz bu biliyə sahib deyilsinizsə, iş təklif edənlərin etirazını qıra bilməyəcəksiniz. Buna görə də bəzən uğurlu karyera insanın peşə fəaliyyətini kökündən dəyişməsi və tamamilə yeni sənətə yiyələnməsi ilə başlayır. Əgər indiyədək fəaliyyətdə olduğunuz iş sizə normal qazanc gətirmirsə, qarşınızda daha uğurlu perspektivlər açacaq yeni fəaliyyət sahəsi haqqında düşünməyə dəyər. Stuart Austin O'Ayer inşaat mühəndisi təhsili alıb öz ixtisası üzrə uğurlar qazanmaqda davam edirdi. Lakin kökü iqtisadi problemlərlə bağlı olan böyük böhran başlayanda o qapı arxasına qaldı. Onun necə ki bizdə pandemiyada bir çox şəxs qaldı kənarda. Onun xidmətləri sadəcə lazımsızlaşmışdı. İnsanlar bir tikə çörəyə möhtac qalmışdılar və heç kim tikinti haqqında fikirləşmirdi. Stuart peşəsini dəyişmək qərarına gəlir və hüquq kurslarına daxil olur. O vəkil diplomunu alanda böyük böhran hələ də davam edirdi. Lakin Stuart ruhdan düşmür. O Dallasa gedib şirkətlərin maraqlarını qoruyan vəkil idarəsi açır. Həmin dövrdə bu ən lazımlı sahə idi. Bəzi insanlar isə tənbəllikdən bezmirlər. Məsələn, Stuartla eyni problemlə yaşayan dostu John öz uğursuzluğunu hər cür bəhanələrlə ört-basdı etməyə çalışırdı. Tək ki tənbəlliyini boynuna almasın. Stuart ona özünü inkişaf etdirməyə təklif edən deyir. Təhsil çırağını yandırmağa vaxt tapmıram. Çünki varlığım artıq başqa bir ocağın, ailə və övlad fədakarlığının odunda yanmaqdadır. Bəzən isə yaşını bəhanə də gətirirdi. Əgər siz də Johnla eyni fikirdəsinizsə, balaca bir sir açın. Stuart öz taleyini dəyişməyə qərarı alanda onun yaşı 40-ı örtmüşdü. Özü də ailə başçısı idi. Amma buna baxmayaraq o ən yaxşı vəkil kurslarına daxil olmaq üçün özündə qüvvə tapdı. O qədər səylə oxudu ki, digərləri təhsillərini 5 il ilə təkmilləşdirdikləri halda Stuart bunun öhdəsində 2 ilə gəldi. Deməli, uğura gedən yol nədən gedir? Əzmdən, iradədən gedir. Yəni, əsas tənbəllikdən uzaq durmaqdır və bəhanələrə sığınmamaqdır. Gəlin baxaq testlərimizə. Nə deyir? Üzərində rəqəm yazılmış sözlərin kontekstə uyğun izahı əsasında uyğunluğu müəyyən edək. Qələmimizi götürək. Eləmi? Üzərində rəqəm yazılmış sözləri gəlin tapaq. İlk olaraq. Demək. 2-ni tapdıq. Uşaqlar. Böhran tapdıq. Vəkili tapdıq. Soran. Bu ikisi gəlir. Eləmi? Həddən artıq əmtə istehsalı nəticəsində meydana gələn istehsal azalması və ya iqtisadi durğunluq nədir? Böhranımız. 1-ə olacaq A. Eləmi? Yəni, nə edirəm? 1-ə A-nı uyğunlaşdırıram. Sevinç əhval ruhiyyəsinin, nikbinliyin, ətraf aləmin marağın itməsi ilə səciyyələn psixoloji pozğunluq, belə bir şey yoxdur. Məhkəmədə müqəssiri ittiham edən şəxs, müqəssir kimdir? Təqsirlənən şəxs. Təqsirlənən şəxsi vəkil ittiham eləmir. Tam tərsinə onu qorumağa çalışır. Yəni onun işi onu ittiham etmək deyil ki, o qarşı tərəfin işidir, prokurorun işidir məsələn.
Məhkəmə orqanlarında baxılan iş haqqında hökm və ya qərar çıxaran şəxs də hakimdir da bildiyimiz kimi. Tərəflərin əvəzinə iş aparan şəxs nədir? Vəkil. 1A, 2Y. Çərçivə daxilindəki hissə ilə, yəni bura bağlı doğru fikirləri müəyyən edək. Bir-birinin əksi olan hadisələr təsvir olunur. Deməli, baxaq burada Stuart mühəndis təhsili alıb, lakin kökü x var, lakin varsa qarşılaşdırma əlaqəsi var. Yəni bir-birinə hadisələr qarşılaşdırılır, əksi təsvir olunur. Əsas hissəyə aiddir. Bəli, giriş hissəmiz burada yekunlaşdı, eləmi? Nəticə hissəmiz də buralardır. Bu əsas hissəyə aiddir. Problemin həllindən bəhs edilir. Həllindən bəhs olunmur. Problemin özü göstərilir. Deyil. Həllindən harda bəhs olunur? Bax, nəticə hissədə, yəni yüksək çoxdan çalışmaqdan. Stuart iş həyatı haqqında məlumat verilir. Bəli, iş həyatı haqqında idi. Mətnin məzmununa uyğun olmayan fikirdə belə bir şey yoxdur. Deməli, cavabımız nə olacaq? 1, 2, 4, C variantı. Mətnə görə Stuart Austin məqsədlərinə idi. Ölkədə iqtisadi böhranın qarşısına bax. Onun belə bir şey yox idi. Nə istəyirdi? Neynədi? Getdi, çalışdı, oxudu, əziyyət çəkdi, ixtisasını dəyişdi. Həm bax, peşə fəaliyyətini dəyişmək var. Şirkətlərin marağını qorumaq. Bəli, baxın deyir ki, bitirəndən sonra neynədi? Obyekt açdı. Orada neynirdi? Şirkətlərin maraqlarını qoruyan vəkil idarəsi açdı. Görürsünüz? Üçümüz var. Sonra taleyini dəyişmək. Bəli, dəyişmək istədi. Kurs açmadı, idarə açdı. 2, 3, 4, D variantı. Sonra sonuncu abzasda nöqtələrin yerinə uyğun ifadəni müəyyən edək. Burada nə idi? Deməli, uğura gedən yol neydən gedirdi? Çox çalışmaqdan, əziyyət çəkməkdən. Ailə ehtiyaclarını təmin edir, mükəmməl təhsil almaqdan başlayır. Bax, insan dayanmadan öz üzərində çalışmasından keçir. Bunu yaza bilərik mətnin sonuncu hissəsinə. Sonra, deyik mətnə görə güvənli həyat şəraitinin qorunması üçün insanlar nəyin axtarışında olurlar? Burada mətndə baxaq, keçmişdir deyəsən bu. Eləmi? Deyir ki, insanlar yeni gəlir yerləri axtarır. Yeni qazanc yerləri axtarır. Eləmi? Yəni, yeni gəlir yerlərinin axtarışı. 15-lər olacaq Y variantı. Cədvəlin boş hissələrdən uyğun fikir yazaq. Açıq suallarımız başlayır. Artıq 11-ci sinif buraxılış tipli olduğu üçün bu sınaq. İlk 5 qapalı sualdır, son 5 isə açıq sualdır. Baxaq, demək səbəb nə göstərilir? Sənayedə və müəyyən biznes sahələrində tələb olunan xüsusi biliklər universitetdə öyrədilmir. Bu qeyd olmuşdu burada. Eləmi? Nədir, haradaydı o? Universitetdə görə bilməyəcəksiniz deyirdim. Baxaq. Burada demək sənayedə və müəyyən biznes sahəsində tələb olunan xüsusi biliklər universitetdə öyrədilmir. Nəticə olaraq demək burada nə gördük biz uşaqlar? Qıra bilmir yazır. Məsələn, təklif edilənlər etirazını qıra bilmirsiniz, yaza bilərsiniz. Və yaxud da ki, bu sahədə biliyə sahib ola bilmirik, yaza bilərsiniz. Eləmi? Xüsusi bilik tələb edir, lakin sən bu biliyə sahib ola bilmirsən. Onları yaza bilərsiniz. Bəzi adamlar yüksək zirvələ ucala bilirlər. Səbəblər nədir? Öz üzərində həddindən artıq çox çalışmaq. Yəni əzmlə, iradə ilə davamlı bir şəkildə öz üzərində çalışmaq. Zaten mətnlərdə biz Stuartın uğur qazanmasının səbəbini görürük də. John bəhanələrə şeylədi. Eləmi? Stuart isə öz üzərində ciddi şəkildə çalışdı, qərarlı şəkildə. Nəticədə nə oldu? Bax, 5 ilə olan şeyi 2 ilə bitirdi yazır. Yəni, səylə oxumaq. Bunların hər hansısa birini yazırsan da bu dediyim cümlələr. Mətnə səs sxemini tamamlaya bilən fikirlər yazaq. Həyatda insan problemini kim həll etməli? Təbii ki, özü həll etməlidir. Eləmi? Mətnə istinad etməklə deyə bilərsiniz ki, məsələn, Stuart neynədir? İqtisadi böhran səbəbi ilə işindən uzaq qalsa da, bundan belə deyək, ümidsizləşmədi. Yaşı 40 olmasına rəğmən getdi, çalışdı, səylə çalışdı, əzmlə, iradəli şəkildə, davamlı şəkildə çalışdı. Nəticə olaraq nə elədi? Öz ixtisasını kökdən dəyişdi. Eləmi? Vəkil idarəsi açdı. Yəni özü öz problemini həll etdi. Belə deyək. Bunu bura yaza bilərsiniz. Sonra
16, 17, hə 18 də var. Mətnə əsasən müqayisə cədvəlində rəqəmlərin yerinə obrazların xüsusiyyətlərini yazaq. Deməli, üstü art nə idi? Əzmkar, çalışqan, iradəli, nə bilim, bunların hər hansını bir yaza bilərsiniz. John tənbəl yaza bilərsiniz, bəhanələrə sığınır yaza bilərsiniz, eləmi? Hər ikisi də iqtisadi böhran səbəbilə işsiz qaldı, belə deyək, problemlə qarşılaşdı. Bunları yaza bilərsiniz. Altından xətt çəkilmiş cümlədəki fikri mətnin üslubu sözü xüsusiyyətlərinə uyğun şəkildə ifadə edib yazın. Altından xətt çəkilmiş fikir. Təhsil çırağını yandırmağa vaxt tapmıram, çünki varlığım artıq başqa bir ocağın ailə və övlad fədakarlığı onun. Yəni çox maraqlı bir cümlə qurub. Yəni demək istəyir ki, mənim yaşım çoxdur, artıq ailəm var, övladım var, eləmi? Ya bugündən sonra bu mən gedib ixtisasımı dəyişim, yeni bir təhsil sahəsinə girişim, orada hər hansı bir sahə üzrə təhsil alım, sonradan gedim o vaxtda işləyim. Yəni məşhur o bizim toplumda bir çox şəxsin istifadə etdiyi cümlədir də bu. Elə deyil. Yəni artıq uşaqlarım üçün, ailəm üçün çalışmam lazımdır ki, işimi görə bilim də. Yəni bugündən sonra təhsilə meylənə bilmərəm. Yəni bunu ifadə edir də, yəni bunları cümlə şəklində qeyd edib yazarsınız. Demək, sözün üslubi funksiyası, eləmi? Üslub funksiyalarımız hansı idi uşaqlar? Yadınıza gəlsin, informativ funksiya var idi. İnformativ, poetik, eləmi? Funksiyamız var idi. Bu həqiqi məna idi, bu məcazi məna idi. Gəl baxaq üçbucaq və kvadrata. Demək, başqa bir ocağın ailə və övlad fədakarlığının odunda yanmaqdır. Yəni məcazi mənadır. Yəni poetik funksiya. Poetik yazdım bura. Poetik. Üçbucaq hardadır? Yoxsa bir dəqiqə. Üçbucağı mən oxudum. Ocaq üçbucaq idi. Poetik məcazi mənadır. Bunu həqiqi mənada nə edəcəm? Problemin kökü ağacın kökü. Ağacın kökü. Bunu cümlədə işlədəcəksən. Kvadrat nədir? Böhran. Böyük böhran başlayanda. Yoxsa yox. Kök. Lakin kökü iqtisadi problemlərə bağlı olan. Qatdıq qarışdırdık. Poetik. Hər ikisi məcazdır. Burada kökdür, ağacın kökü. Burada da ocaq, bildiyimiz, qaladığımız ocaq mənasında işlədəcəksən, həqiqi mənada olacaq sənin cavabın. Belə. 10-cu sualda yekunlaşdırdıq. Gəlin burada elə publistik mətnimizi də oxuyaq. Daha doğrusu növbəti mətnimizi oxuyaq. Günün günorta çağı məhəllənin sakitliyi qəfil qopan mübahisə fırtınası ilə pozuldu. Yəni birinci burada yerini çaşıb qoyub, dəyişib qoyublar, çaşıb qoyublar, yoxsa niyə qoyublar bilmirəm. Publistik mətni belə salırlar. Amma yəni buraxılış imtahanda hər zaman birinci publistik, daha doğrusu birinci bədii, sonra publistik olur. Düzdür, ardıcılığın bir əhəmiyyəti yoxdur, amma neysə də. Günün günorta çağı məhəllənin sakitliyi qəfil qopan mübahisə fırtınası ilə pozuldu. İki qonşu elə bir ad alıb püskürdü ki, kimsə bu qəzəbi sustura bilmədi. Aranı sakitləşdirə bilməyən qonşular çarəni polisdə tapdılar. Beləcə bu ədavət düyünü məhkəmə salonuna qədər uzandı. Qonşular heç də kasıb deyildilər. Birinin çay tarlası, o birinin isə düyü tarlası vardı. Yəni dünya malından hər şeyləri olsa da kiçik bir səbət üstə dava eləmişdilər. Çay tarlasının sahibi qəzəbdən titrəyən səslə hakimə üz tutdu. Cənab hakim, mən o səbəti bir neçə ay əvvəl ona bir əmanət kimi vermişdim. İndi isə o malımı mənə qaytarmaqdan imtina edib haqqımı tapdalayır. Düyü tarlasının sahibi isə sakit, yəni o boyda tarlanın sahibi durub mənə kimi atdıq şey söhbət edir. Yəni də haqqıdır, nə deyək. Düyü tarlasının sahibi isə sakit və soyuqqanlı vəziyyətdə özünün haqlı olduğunu dedi. Yalandır bunlar. Səbəti həyətimdə gördüyü gündən onda gözü qalıb. Mən onu alın tərimlə bazardan almışam. O gün bu gün mənim mülkümdür. Bu tam fərqli söhbət edir. Qonşuların ikisi də özünün haqlı olduğunu dedikdən sonra salonu gərgin bir sükut bürüdü. Hakimin səsi bu sükutu pozdu. Madam ki inadını susturub həqiqəti deyən yoxdur, onda bu həqiqəti elə səbətin özündən eşidək. Səbət sanki bir müttəhim kimi hakimin kürsünün önünə qoyuldu. Hakim ciddi bir görkəmlə ona müraciət etdi. Ey dilsiz ağızsız səbət, dilə gəl və həqiqi sahibinin kim olduğunu bizə de. Məhkəmə salonunda heyrət dolu ağır bir sükut çöktü. Hakim daha da sərtləşərək davam etdi.
Cavab verməsən səni ağacla döydürəcəyəm. Adamlar təəccüblə hakimə baxır və onun məqsədini anlamağa çalışırlar. Mən də məqsədini anlamağa çalışıram. Ancaq hakim zarafat edənə oxşamırdı. O səbətdən səs çıxmadığını görüb ona 10 dəfə ağac vurdurdu. Səbət biraz əzilsə də sirrini verməyən bir şahid kimi susurdu. Hakim yerindən durub səbətin yan yörəsinə baxdı. Sonra yerinə qayıdıb hökmünü açıqladı. Səbəti çay tarlasının sahibinə verin. Yiyəsi odur. Düyü tarlasının sahibi yalan danışır. Qonşusundan üzr istəsin. Hamı təəccüblə ona baxıb bu qərarı necə verdiyini soruşdu. Hakim belə cavab verdi. Səbəti çırparkən onun yanına düyü qırıntıları ilə yanaşı çay toxumları da töküldü. Bu kiçik toxumlar ən böyük həqiqətidir. Gözəl. Düyü tarlasının sahibi utandığından qızarıb bozardı. O elə bilir ki, heç kim onun yalanını danışdığını bilməyəcək. Ancaq yanılmışdı. Qonşusuna üzr istəyib bir daha yalan danışmamağa söz verdi. Rusların məşhur sözü var. Tayna становится явным. Hər zaman bir gizli qalan bir şey, yalan danışdığını iddia elədiyin bir şey sonunda üzə çıxır. Yəni aydın olur hər şey. Müqayisə cədvəlindəki hansı fikirlərin yeri dəyişdirilsə yol vermiş səhv düzələr. Demək, çay tarlasının sahibi maddi vəziyyətdən aşağı olan insan deyil. Eləmi? Səbəti qonşuya müvəqqəti verdiyini bildirir. Bir dəqiqə, gəlin baxaq. Düyü tarlasının sahibi, çay tarlasının sahibi nə deyir? Bir neçə ay əvvəl ona bir əmanət vermişdim. Eləmi? İndi isə o malımı mənə qaytarmaqdan imtina edir. Bəli, çay sahibi deməli çay tarlası sahibi şey verən şəxs olur. Düyü tarlası sahibi isə mən almışam deyir. Maddi vəziyyəti aşağı olan insan deyil. Doğrudur. Amma əslində bu bura aiddir da. Hər ikisi maddi vəziyyətdə aşağı olan insan deyil. Bir yerin dəyişməlidir. Əsəbi danışan düyü tarlasının sahibi deyil. O sakit və soyuqqanlı şəkildə danışırdı. 5 bura aiddir. Baxın deyir ki, çay tarlasının sahibi qəzəbdən titrəyən səslə, eləmi? Düyü tarlasının sahibi sakit və soyuqqanlı vəziyyətdə danışır. Ona görə mən 1-dən 5-i ilk olaraq dəyişəcəm. 1 və 5-i dəyişəcəm. 1-5 dəyişimi var bizim 2 variantımızda. Bu məsələ həll oldu. Gəlin bura baxaq. Öz iddiasında israrlıdır. Özgə malına göz dikir. Özgə malına göz dikir, eləmi? Yəni belə baxanda düyü tarlasının çay tarlasının oldu da o, belə deyək, məhsul. Ona görə bu doğrudur. Qonşusuna şər ataraq onun sözlərinin yalan olduğunu vurğulayır. Bu düyü tarlasının sahibi işidir. Öz iddiasında da israrlı olmaq hər ikisinə aiddir. Bu da deyir ki, bu deyir mənimdir, o deyir mənimdir. İkisi də israrlıdır. 3-6 yerini dəyişəcək. Ona görə 1-5, 3-6 cavabımız olacaq C variantı. Demək, cədvələ uyğun fikirləri müəyyən edək. Ədalətli qərar çıxarmaq təbliğ olunur, bəli, sonuna qədər. İşində peşəkar olmaq var. Qonşudan geri qalmamaq yoxdur. Demək, tənqid olunur, haqqın müdafiə olunmaması. Demək, nəfsin əsiri olmaq tənqid olunur. Problemi ötəri həll etmək də tənqid olunmur. Yəni, cavabımız burada olacaq 1, 2, 5. Qonşudan geri qalmamaq. Belə şey təbliğ olunmur. Problemin həllinə ilk dəfə kim cəhd etdi? Qonşular. Öyle deyil. Polisə məlumatların qonşuları etdi. Mətnin ideyasına uyğun fikirlər hansıdır? H. Zəhmət baş ucalığıdır. Əl ilə hökm edər. Əl-ələ daha doğrusu. Qonşu ilə məhsul. Əkənin tağı əri bitər. Yalan ayaqdır ancaq yeriməz. Niyə görə? Çünki düyü tarlasının sahibi yalan danışdı. Lakin sonunda bu şey üzə çıxdı. Nəticədə yəni gizli qalmadı da. Hakimin səbətə sual verməsinin birbaşa nəticəsi nə oldu? Demək, burada ilk olaraq ağza haqq ədalətin bərpası gələ bilər. Çünki orada nəticə olaraq neynədir? Hakim sonunda qərarı vermiş oldu. Amma bu sual verməyindən dərhal sonra nə baş verdi mətndə? Hər kəs heyrətləndi. Elə ki biz qarşı, mən qarşı oxuyarkən neynədik? Heyrətləndik.
Altına xətt çəkilmiş cümlədəki fikrin mətnin üslubu səcə xüsusiyyətlərinə uyğun başqa cümlə ilə ifadə edib yazaq. Demək, o elə bilirdi ki, demək, heç kim onun yalan danışdığını bilməyəcək. Məcazi mənalı ifadələr artıraq da, eləmi? O elə bilirdi ki, heç kim onun yalan danışdığını bilməyəcək. O elə başa düşürdü ki, məsələn, başa düşmək məcazi məna, eləmi? Şirin sözlərə bürüdüyü yalanları heç kim başa düşməyəcək, heç kim anlamayacaq. Elə heç kim başa düşməyəcək deyərkən, eləmi şirin sözlərə bürüdüyü yalan demək olacaq. Sən də başa düşməyə götürmüş olacaqsan, eləmi? Olacaq məcazi mənalı ifadə. İki adam haqqında qərar verəcəksə, hər ikisini dinləmək vacibdir. Bu hakim, bu fikir hakimlə əlaqəlidir. Yazırsınız, hakim qərar verməmişdən öncə hər iki tərəf, həm çay tarlası, həm düyü tarlasının sahibini neyinir? Dindirir, dinləyir, daha sonra özü qərar verir. Bunu yazırsınız bura. 28, 29, 30 yoxdur burada. Bərpa elədik PDF-i. 28-ci sualda nə deyir? Mətnin hər 3 tərkib hissəsini əhatə edin, planı tamam yazaq. Giriş hissədə yazır ki, məhkəmə sonuna qədər uzanan mübahisə əsas hissədə nə baş verdi? Ədalətin bərpası yaza bilərsiniz. Çünki hakimin qərarı yaza bilərsiniz. Hakimin ədalətli qərarı yaza bilərsiniz. Yəni bu əsas hissədə o nə oldu? Hakim qərar verdi ki, səbəti buna verin. Nəticədə acı peşmanlıq, düyü tarlasının sahibinin peşmanlığı, eləmi? Düyü tarlası sahibinin üzr istəməsi və s. bunların hər hansısa birini yazırsan. 29-cu sualda nə deyir? Hakim həqiqəti bu ipucu əsasında müəyyən etdi. Səbətin ətrafına çay toxumları tökülməsi var idi. Düyü toxumu, hər ikisi var idi. Uşaqlar, hər ikisini seçirik, amma fikrimizi necə əsaslandırırıq? Deyirik ki, bu səbət kimdə idi? Düyü tarlasının sahibində, eləmi? Yəni səbətin içərisində düyü qırıntılarının tökülməsi normaldır. Çünki ən son zaten bu adamdadır. Amma içərisində çay toxumlarında olması bu onu göstərir ki, bu səbətin əvvəlki sahibi kim imiş? Çay toxumlarının, çay tarlasının sahibi. Çünki düyü işindən özün məşğulsansa, hə, oradan düyün tökülməsi normaldır. Amma çay toxumunu axtarırsan da. Elə deyil. Çay toxumu əgər bazardan təzə olaraq alıb gətirmisənsə, bu fikirlərimizi bura yazırıq. Çərçivədə verilmiş ifadənin yerinə görə əvəz edə bilən məcazi mənalı nümunə yazın. Çərçivədə verilmiş ifadəni deyir. Gəlin baxaq. İmtina edib, eləmi? Çərçivədə verilmiş ifadəmiz budur. Bunu əvəz edib yazaq. Nə edəcəksən? Üz qaçırdı, üz döndərdi, boyun qaçırdı, eləmi? Frazeoloji birləşmədən hər hansısa birini yazırsan. Belə uşaqlar, beləliklə biz hər iki mətnin izahını yekunlaşdırdıq. Bu günlük bu qədər. Sağ olun, növbəti dərslərdə görüşərik.